Yox demə çətinliyi ta uşaqlıq dövründən başlayır. Uşaqlıq dövründə valideynlərin təzyiqi ilə uşaq hə deməyə məcbur qalır və bəli cavabları daha çox verir, hə deyir. Məsələn, deyəlim ki, dostuyla oyuncağını paylaşmaq istəməyən uşağa valideynləri paylaşmalısan deyir və sus, sən daha yaxşısını bilməzsən, biz daha yaxşı bilirik deyərək artıq uşaq yox demənin riskli olduğunu düşünür, qəbul etmənin daha təhlükəsiz olduğunu düşünərək həmişə qəbul etməyə başlayır. Və uşaqda belə bir inanc formalaşır ki, yox desəm sevilmərəm. Ona görə həmişə hə deyərək, seviləcəyini düşünərək davranışları bu yöndə olur. Və yeniyetməlikdə bu daha da artır. Yeniyetməlikdə daha güclü formada olur bu. Artıq təsir altına düşməyə başlayır yeniyetmə. Qrupda kənar qalmamaq üçün, bəyənilmək üçün razı olur, hə deməyə başlayır bütün təkliflərə. Bəzən riskli fəaliyyətlərə belə məcbur qalaraq razılaşır və yox deyə bilmir. Və onda belə bir inanc formalaşır yeniyetmələrdə ki, qrupdan məni kənarlaşdıracaqlar, məni bəyənməyəcəklər deyə ona görə yox deyə bilmir. Bu getdikcə yetişkinlikdə də eyni şəkildə olur, amma yetişkinlikdə iş yerində, ondan sonra ailədə, sosial münasibətlərdə də artıq yox deyə bilmir, çəkinir, işte rəhbərindən çəkinir və ya dostlarından çəkinir, ona görə məcbur qəbul edir. Bu get-gedə ciddi bir stresə səbəb olur, tükənmişliyə səbəb olur. Ona görə yox deməklə əlaqəli ciddi problem yaşayırlar. Təbii ki, yox demə bacarığı inkişaf etdirilə bilər. Necə inkişaf etdirilə bilər? Öncəliklə bu ağlımıza gələn düşüncələri yaxşı analiz etməmiz lazımdır. Atalar sözünə baxsaq, min ölç, bir biç deyilir. Yəni, bu ağlımıza gələn inancları yaxşı düşünüb, ondan sonra qərar verə bilərik. Məsələn, həqiqətənmi bəyənməyəcəklər, həqiqətənmi qrupdan kənarlaşdıracaqlar, həqiqətənmi rəhbərlik irad tutacaq, işdən qovulacaqsan və s. Həqiqətənmi layihəni götürməyəcəklər və s. Bu məqamlarda bunları düşünmək lazımdır. Həqiqətən qorxduğun şey başına gəlsə, ən pis halda nə ola bilər? Burada sənə zərər mi verir, fayda mı verir qəbul etmək? Bunu analiz etdikdən sonra qərar vermək olar. Ondan sonra yox demək üçün ilk addımdan başlamaq olar. Daha rahat yox deyə biləcəyi şəxslərə yox deməklə başlaya bilər. Sonra artıq digər çətinlik yaşadığı, daha böyük çətinlik yaşadığı situasiyalarda yox deməklə davam etdirə bilər. Unutmamaq lazımdır ki, başqasına hə deyən özünə yox deyir.